Xan kəndində iş var yoldaşlar. Xan kəndində 2 dənə işdən bəhs etmək istəyirəm. Deməli, biri ofisiant işidir yoldaşlar. Bu ofisiant işində əsas şərtlərdən biri budur ki, rus dilini sərbəst bilin yoldaşlar. Yəni bu sahədə təcrübəniz olmaya bilər, o problem deyil yəni. Əsas məsələ rus dilində sərbəst bilin. Bilirsinizsə, mükəmməl ünsiyyət bazarınız və mehriban münasibətiniz varsa, Ulus Otel and Restaurant'da ofisiant işi var Xan kəndidə. Bu bir variantdır yoldaşlar. Bundan əlavə Xalq Bankda var iş Xan kəndi filialında. Kredit üzrə müştəri xidmətləri və kasser işidir. Müştəri xidməti şöbəsindədir. Bu sizdən nə tələb eləyir? Tələbləri budur ki, maliyyə, iqtisadiyyat, menecment və hüquq sahəsində ali təhsiliniz olsun. Və yaxud da onlara bərabər tutulan bir təhsil səviyyəniz olsun. Oğlan xeyli ağsızsa, kişi xeyli ağsızsa, hərbi xidməti bitirmiş olmalısınız və ya hərbi xidmətdən möhlət hüququ olan bir şəxs olmalısınız. Bank və ya bank olmayan kredit təşkilatında təcrübəniz varsa, nə gözəl. Yoxdursa da problem deyil. Analitik zəkaya malik olmalısınız. Müştərilərlə işləmə qabiliyyətiniz olmalıdır. Kompüter bilikləriniz olmalıdır. Varsa bu biliklər, bu işə də müraciət edə bilərsiniz. Bu işə də müraciət etməkdə çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Təkcə bu işlərlə deyil, digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmağınızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi bir daha deyirəm, profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüz, orada kanala daxil olun, Toğrul Əcəboğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.